Mətbuat cəmiyyətin görən gözü, eşidən qulağı, hətta düşünən beynidir. Çünki cəmiyyətin fikrini mətbuat formalaşdırır. Əvvəl mətbuatın aparıcı qüvvəsi televiziya idi. Əsas iş jurnalistlərin, teleaparıcıların, diktorların üzərinə düşürdü. İndi isə televiziyanın yerini internet tutub, əsas işi blogerlər aparır. Cəmiyyətin fikrini formalaşdırması prosesində. Mən öz milli, yerli blogerlərimizi də izləyirəm, yəni Azərbaycan blogerlərini və xarici blogerləri də izləyirəm və başa düşürəm ki, bizdə mətbuatın vəziyyəti çox faciəvidir. Niyə? Xarici blogerlər həmin ölkədə olan sosial-iqtisadi problemləri işıqlandırır, həmin ölkədə olan xalqın düşüncəsindəki səhv məsələlərə toxunur, xarici ölkəni öz ölkəsi ilə müqayisə edir, niyə biz belə yaşamırıq, niyə biz belə səhv edirik və s. və s. Xarici blogerlərə baxanda müəyyən bir fikir formalaşır, bir şey öyrənirsən, amma bizim blogerlər nəyi işıqlandırır? Gəlin qızlar bir yerdə makyaj edək. Bugün bu paltarla bu biri paltarı kombin etdim. Və yaxud da ki, 2 dənə qız otururlar, sözləri əsəbidir, nə bilim flörtözdir, nə bilim kinayəlidir, mənasız videolar, qaynanamla rəqs etdim, nə bilim ərimlə oyun oynadım, ərim mənə iPhone aldı və yaxud kişi blogerlərimiz düşük, mənasız, duzsuz, əslində gülməli olmayan videolar çəkirlər. Güya özünü belə evdə xod gedən kimi aparır, arvadı ilə tək qalanda qorxur, küçədə biri onun üstünə hücum eləyəndə qorxur, amma özünü qəhrəman kimi təqdim edir. Eyni videoları 1000 dəfə çəkirlər, duzsuz, şit, mənasız videolar. Axı, nə qədər hırıldamaq olar, nə qədər makyajdan çəkmək olar. Bizim blogerlərə baxanda insan heç nə öyrənmir, insanın beynində heç bir fikir formalaşmır. Ən pisi odur ki, bu mənasız blogerləri daha çox sevir bizim cəmiyyət. Bu mənasız blogerləri daha çox izləyir bizim cəmiyyət. Bu qədər.